Salam, əziz dostlar, əziz arkadaşlar. Bugün sizlərə daha bir sayt haqqında məlumat vermək istəyirəm. Bu saytın adı, qolda sonra çəkəcəyim saytın adı gezginler.com-dur. Altdan linkini də sizə təqdim edəcəyim. Biz brauzerlərə daxil oluruq. Google-a daxil olacağam. Gördüyünüz kimi hər hansı bir brauzer, yəni dedikdə nə məqsəd daşıyır? Brauzer dedikdə o deməkdir ki, brauzer, yəni Google, Amigo, Opera və s. kimi belə brauzerlər var ki, onlardan istifadə edilən bir məlumat bültenidir. İndi isə biz Google-a daxil olduq. Və burada yazırıq gezginlər var burada. Gördüyünüz kimi biz belə yazaq da gezginler.com .net olmalıdır. Neysə. Gezginlərə vuraq. Elə axtarış edək. Mən linkini sizdən aşağıdan verəcəyim. Gördüyünüz kimi gezginlər var burada. Gezginlərə birinciyə daxil oldum. İndi mən linki verəcəyim sizə. Yəni gördüyünüz kimi gəzginlər artıq sitəsi, saytı açıqdır. Sitədə yeni eklənənlər və güncəllənmələrdən söhbət gedir. Yəni popülər saytlardan biridir gəzginlərdə. Popülər saytlardan biridir. Yəni tam indirib keçməsə də, amma popülər saytlardan bir kimi gəzginlər bu saatlarda istifadə olunur. Burada gördüyünüz kimi Flight Simulator X, WinRAR, Internet, Windows oyunlar var burada. Oyunlara daxil olaraq bakın görürsünüz, oyunların adları gəlib M-Star, Kapı Hospital, burada Zula var. Zula oyunların başı, bildiyiniz Zula oyunu. Slump, Fiction, burada gördüyünüz kimi Point Blank, yəni bildiyiniz oyunlardan Go, Infection, Strike və s. kimi gördüyünüz kimi oyunlar var. Mən oyun indirmək istəmirəm. Sadəcə sizə başa salmaq istəyirəm. Gördüyünüz kimi Clean Driver Booster, Google Chrome, Minecraft, Compiler, Java və s. kimi var burada. Buradan hansını seçək? Görək hansını seçək. Java'nı, misal üçün Java'nı seçmək istəyirsinizsə Java'nı. Ya bir axtarış var. Buradan biz axtarışa niyə vurmuruq ki biz buradan? Axtarışa vuraq. Gördüyünüz kimi axtarışa vuraraq istədiyiniz axtarış var. Görürsünüz, mən indi sizə başa salım. Sitə üçün arama var. Yəni sayt üçün axtarış. Girirsiniz bura. Burada istədiyiniz proqramın adını yazırsınız. Məsəl üçün mən yazayım. Yazaq. Bizə diqqət yanın əziz qonaqlar. Əziz arkadaşlar, axtarım tapım hansı məndə proqram yoxdur, ondan sonra başlayaq. Əziz dostlar, biz buradan GitHub 4 türkçə yama yükləyə bilərik. Türkçə yamanı mən yazım. Gördüyünüz kimi götürüb yazırıq da. Türkçə yama. Yoxdur, amma yəni sitədə araya, saytda araya vurub axtara bilərsiniz. Saytda araya vura bilərsiniz. Baxaq. Dirək, məsəl üçün GTA4-ə baxaq. GTA4 yəni Grand Theft Auto 4 deməkdir. Grand Theft Auto 5, sonra 62 GB fayl, Social Club Open 4 var. Onlarda mod yükləmə yazılımıdır. Bu yazılımı ilə GTA 5, GTA 4 və Max Payne'a yüklə bilərsiniz. Olsun, bu mən yükləməyəcəm. Sizə sadəcə olaraq göstərəcəm. Daxil olduğu Open 4, burada onun haqqında var. Görürsünüz, lisans ücretsiz, boyut 4.3 sistemə, hansı sistemə gedir, bunları oxumağınız məncə yaxşı olar. Windows 7-yə gedir. Buradan aşağıdan Open 4 2.9 indir var. Buradan aşağıdan onun videosu da var. Əgər qura bilməyəcəksinizsə, altdan videoya da baxıb qura bilərsiniz, əziz dostlar, arkadaşlar. Ben gələn dəfə türkçə danışacağam. Artıq türk abunəçilərim daha çox olduğu üçün bu dəfə bağışlayın hər kəsdən çox
üzr istəyirəm. Bağışlamanızı istəyirəm. Bu dəfə biraz Azərbaycanca danışdım. Azərbaycan olduğum üçün. Gələn dəfə sizə söz verirəm ki, Türk kimi də artıq Türk kimi danışacağam. Həm Azərbaycan, həm Türk danışacağam. Bir gün Türk, bir gün Azərbaycan. Yəni Azərbaycan dilimiz ana dilimiz olduğu üçün ona da yer verəcəyəm. Türk dilimiz də bizim qardaş dilimiz olduğu üçün ona da yer verməyə planlayıram. Gördüyünüz kimi, əgər bilə bilməyəcəksinizsə, buradan Open4-dən baxıb videosunu indirə bilərsiniz. Buradan Open4 2.9 indir var. Bura vururuq. Reklam gəldi. Reklam gəldi. Gördüyünüz kimi indirmə başlatıldı. Gördüyünüz kimi indiriləcək və burada siz Open4 oyunlara mod yükləmə var. Ona girə bilərsiniz. Mən iptal etdim. İptal edildi. Amma siz köçürmək istəsəniz, yəni köçürüləcək. Bu da onun haqqında var. GTA 5 və GTA 4 üçün Max Payne 3 gibi oyunlar üçün geliştirilmiş çeşitli modlardır bu oyunda. Bugünlük bu qədər deyirəm. Əziz dostlar, arkadaşlar. Like və abunə olmağı unutmayın. Gələn görüşlərimizə dək, görüşənə dək. Sağ olun, salamat qalın. Bye.